Müəllim, 3-cü qrup üzrə Bakı Dövlət Universitetində keçid balları soruşurlar. Bu suala da bir dəfəlik cavab verəcəyik. Əlavə suala ehtiyac qalmayacaq. Həm Bakıda, həm Qazax filialında, həm ödənişli, həm ödənişsiz keçid ballarını deyirik. Siz isə kanalımıza abunə olun əziz dostlar. Maraqlandığınız universitet və ixtisasları isə rəydə yaza bilərsiniz. Bakı Dövlətdə ən aşağı bal 4 ixtisasda var. Deməli, filologiya ərəb dili üzrə, filologiya fars dili üzrə, tərcümə ərəb dili üzrə, tərcümə fars dili üzrə ixtisaslarda 200 bal ilə qəbul ala bilərsiniz əzizlər. Həmişə dediyimiz kimi tərcümə artıq ehtiyacını itirən bir ixtisasdır deyə filologiyanı seçməyinizi daha məqsədə müvafiq hesab eləyə bilərik. Ödənişsiz ixtisaslarda isə ən aşağı bal muzey, arxiv işi və abidələrin qorunması ixtisasındadır. Keçid balımız 376.8 baldır əzizlər. Qazax filialına baxsaq, ödənişli ixtisaslarda 249.7 balla sosial iş ixtisasıdır. Amma ödənişsiz ixtisasımız məktəbəqədər təhsil ixtisası 433.4 baldır əzizlər. Araşdırmalarımız davam edir, bizi izləməyi unutmayın.